Larımıza. Biz başlayaq istəyirsiniz webinara. Sizi təqdim eləyək, keçək webinarımızı. Axşamınız xeyir, əziz müəllimlər, dəyərli tədbir iştirakçıları. Hər birinizi bugünkü yayımızda salamlayırıq. Bu gün qonağımız millət vəkili, Milli Cəbhə Partiyasının sədri, həmçinin Region Beynəlxalq Analitik Mərkəzinin sədri, çox hörmətli Razi Nurullayevdir. Razi bəy sizinlə fikirlərini bölüşəcək. Həmçinin e, yayımın interaktiv keçməsi üçün bölməmiz də var və suallarınızı da yaza bilərsiniz, mən səsləndirəcəm. Söz sizdədir Razi bəy, buyurun fikirlərinizi bölüşün. Təşəkkür edirəm ilk növbət dəvətiniz üçün və hörmətli müəllim kollektivi ilə həm söhbət olmaq, onlara nəsə demək və onların fikirlərini, suallarını eşitmək, interaktiv bir dialoq qurmaq mənim üçün də çox gözəldir. Özüm də müəyyən zaman ərzində müəllim işləmişəm, ingilis dilinin qrammatikasından mühazirələr demişəm. Sonra Qərb sivilizasiyası ilə bağlı dərs demişəm ingilis dilində və belə müəllimlik təcrübəm də var. O baxımdan mənim üçün müəllimlərlə təmasda olmaq xoşdur. Hörmətli müəllimlərimizi mən salamlayıram və bugünkü mövzumuz da çox aktualdır və demək olar ki, hər birimizi birbaşa maraqlandıran məsələlərdir. Sosial mediada müəllim savadlılığı indi vacib amillərdən birinə çevrilib. Demək olar ki, bugün sosial media elə bir platformadır ki, artıq bu sosial media həm universitet, məktəb rolunu oynaya bilər, bir savad almaq rolunu oynaya bilər və insanları eyni zamanda savaddan uzaqlaşdıran bir uçuruma da apara bilər. Baxır ki, ondan hansı səviyyədə istifadə edir və nə cür yönləndirilir. Artıq elə bir dövrdə yaşayırıq ki, müəllim yalnız sinifdə deyil, sosial mediada da müəllimdir. Məktəbdən çıxır, amma müəllimlik bitmir ki. Müəllimlik onun məktəbdən sonraki həyatında da davam edir. Bir paylaşım, bir şərh, bir like, bəyənmə belə müəllimin həyatında mühüm rol oynaya bilər. Ya onu yuxarı qaldıra bilər, ya aşağı sala bilər. Yəni onun profesional yanaşma, profesional həyatında mühüm rol oynaya bilər. Çox ciddi təsir göstərə bilər onun sonraki həyatına. Ona görə də bugün bəzən elə bir məsələdə layıq qoya bilər ki, o onun karyerasını sonlandıra bilər. Yəni bu baxımdan sosial media savadlılığı çox vacib bir məsələdir. Və başlanğıc üçün mən istəyərdim ki, ümumiyyətlə bir neçə sual da verəm, ondan sonra biz əsas mövzumuza keçəcəyik. Çünki istəyirəm ki, mövzu biraz interaktiv olsun. Yalnız mən bir burada müəllim rolunda iştirak eləməyim, ancaq mən danışım, hər kəs dinləsin. Yox, mən belə bir sualla müraciət eləmək istəyirdim ki, ümumiyyətlə müəllimlərimiz necə düşünür? Onların sosial mediadakı yanaşmaları, həyatları, paylaşımları, onların profesional müəllim obrazına təsir göstərə bilirmi? Təsir göstəribmi? Yəni bu barədə nə təcrübələri var? Kimsə nəsə paylaşıb, bundan sonra nəsə baş verir və yaxud onların həyatına mənfi və müsbət yöndə hansı təsirləri göstərir. İstərdim ki, bir neçə nəfər bununla bağlı bir fikirlərini mənə bölüşsünlər ki, mən bundan sonra danışıqlarımda bəzi məsələlərdən istifadə etməli olacağım. Yəni bu mənim üçün də vacibdir. Sualı olan varsa deyə bilər. Burada şərhdə də suallar yazılıb. İstəyirsiniz mən birini səsləndirim. Yəni mən Yazılıb ki, onların bəli. o iştirakçıların özlərinin, məsələn mən onların danışmaq imkanları varmı? Buyurun müəllimlər, varsa buyurun, sualınızı birbaşa da verə bilərsiniz, yəni qaydada. Cavablarınızı yəni mən əsasən sual yox, mənim verdiyim suala cavabları varmı? Afaq xanım əl qaldırıb. Buyurun Afaq Nəsibova. Ee, Sualı səs. Hı. Bir də sual yazılıbdı. İstəyirsiniz mən onu səsləndirim. Buyurun. Buyurun. Salam, axşamınız xeyir olsun Razi müəllim. Müəllim sosial mediada nüfuzu məsələsi çox problemlidir. Bu gün müəllimlərin nüfuzu çox aşağılanır. İstər valideyn, istərsə də şagird, istərsə də cəmiyyət tərəfindən müəllimlik sənəti çox ucuzlaşıbdır. Belə yazılıbdır. Bununla bağlı fikriniz nədir? Yəni müəllim nüfuzluğu doğrudan mı aşağıdır? Təbii ki, çox düzgün bir mövqedir müəllimin nüfuzu.
çox aşağı düşür. Yəni əvvəllər müəllim gələndə müəllim növbəyə dayanmazdı, nə də həkim növbəyə dayanmazdı. İnsanlar özü onu hörmətlə qabağa çəkərdilər. Müəllim hər kəsə müəllim deyilməzdi. Müəllim adı müqəddəs idi. Və müəllim doğrudan da bir nümunə idi. Hər kəs müəllim olmaq istəyirdi. Hər kəs müəllim əxlaqına sahib olmaq istəyirdi. Və şagirdlər üçün müəllim əlçatmaz bir zirvə idi. Və düşünürdülər ki, onların müəllimindən savadlı şəxs bu dünyada yoxdur. Onların müəllimindən əxlaqlı şəxs bu dünyada yoxdur. Onların müəllimindən gözəl bir şəxs dünyada yoxdur. Və valideynlər də müəllimlərə bu şəkildə yanaşardılar. Hətta valideynlər uşaqlarını müəllimə verərdilər. Müəllim o uşağı danlasa da, döysə də valideyn razılaşardı ki, o mənim uşağımı tərbiyə edir, uşağıma təhsil vermək istəyir. Amma bugün təəssüflər olsun ki, cəmiyyət dəyişib və biz buna görə heç kimi qınaya bilmərik. Və indi müəllimlər də o köhnə dediyimiz dəyərləri indiyə daşımaq, o alınmayacaq. Ona görə də yeni dövrün tələblərinə uymaq lazımdır və keçmişlə yaşamaq artıq keçmişdə qalıb. O baxımdan köhnə o dəyərlər qalmasa da, amma müəllimlərimiz öz əxlaqı ilə, öz təhsili ilə, öz biliyi ilə, dürüstlüyü ilə bu dəyərləri yenə də qoruyub saxlaya bilərlər. Amma cəmiyyətimizdə baş verən elə hadisələr oldu ki, siyasi, iqtisadi, sosial o müəllimlərin nüfuzdan salınmasına birbaşa demək ki, cəmiyyət səviyyəsində, dövlət səviyyəsində mənfi təsir göstərdi. Doğrudur. Afaq Nəsibovəlini qaldırıb. Afaq xanım, buyurun sualınızı səsləndirin. Axşamınız xeyir olsun. Mən də hər kəsi salamlayıram. Razi müəllim də başda olmaqla. Üzrlü sayın, bayaq texniki problem oldu. Ona görə mən səsimi aça bilmədim. Məsələ burasındadır ki, Razi müəllim, siz bir problem burada səsləndirdiniz ki, məsələni ki, elə olubmu ki, sosial şəbəkələrdə nəsə paylaşmısınız və sonra sizə problem yaranıb. Problem deməzdim, mən bu yaxınlarda, yəni bu günlərdə olan bir hadisəni sizə danışmaq istəyirəm ki, bəlkə də siz də eşitmiş olarsınız məsələ ilə bağlı. Mənim övladım Bakı Mühəndislər Universitetində təhsil alır, İNHA ikili proqramından, Bakı Mühəndislər İNHA ikili proqramı əsasında Cənubi Koreya ilə. Və bunlarda son günlərdə belə bir problem ortaya çıxdı ki, bu uşaqlara təqaüdü vermirlər. Bununla yəni bir növ ali təhsil müəssisəsi təqaüdü ödəməkdən boyun qaçırır və verdiyi vədlərə əməl etmir. Yəni mən burada çox detallara girmək istəmirəm. Bununla bağlı mən və bir neçə fəal valideynlər həmin universitetin sosial şəbəkədə öz Instagram səhifəsində paylaşdığı bir postların altından öz fikrimizi bildirdik, narazılığımızı bildirdik və bildirdik ki, bununla bağlı universitet rəhbərliyi bir açıqlama versin, bunun səbəbini bilməliyik biz və s. Və həmin postu ümumiyyətlə əvvəl ancaq bizim rəyləri silirdilər oradan, amma dünən isə tamamilə o postu sildilər. Və hətta bizə belə bir fikir də formalaşdı ki, ola bilsin ki, bunlar bizi ciddi qəbul etmirlər və yaxud da bizim dediklərimizi önəmsəmirlər və bununla bağlı mən sizin də fikrinizi bilmək istəyirəm. Sizcə nə dərəcədə düzgündür ki, bu hər hansı bir ali təhsil müəssisəsi yazılan rəyləri tamamilə silsin və yaxud postu tamamilə silsin? Sizcə bu media savadlılığının barəsində cəhətdən düzgündürmü bu? Xeyr, düzgün deyil. Təəssüflər olsun ki, bütövlükdə elə müəllimə sizli, bizli, siyasətçili, vəzifəli, kim olursa olsun, tənqidə dözümü yoxdur. Fərqli fikrə dözümlü yanaşmırlar. Və bunun özü böyük problemdir. Və bugün bizim ümumiyyətlə müəllimlərimiz, həkimlərimiz, müxtəlif peşə sahələrində işləyənlərin hamısı çox divara sıxışdırılır. Çox çərçivəyə salınıb və onların sərbəst, azad fikir söyləmək azadlıqları əllərindən alınıb. Mən bunu doğru saymıram. O qədər müəllim tanıyıram ki, o çox yaradıcı insandır. Azad fikri var və onun azad fikri, sərbəst düşüncəsi heç də cəmiyyətimizin mənfi yöndə sərgilənməsinə dəlalət etmir və yaxud onun o dediyi məsələlər heç də ölkənin siyasi aləminə qarışmaq və siyasətə qarışmaq anlamına gəlmir. Kiminsə bostanına daş atmaq anlamına gəlmir. Sadəcə olaraq düşüncəsini bölüşür, daha doğru bildiyini bölüşüb fikir almaq istəyir. Bunlara heç bir dözüm yoxdur. Həmin an onu
bloklayırlar, tənqid atəşinə tuturlar, işdən çıxarmaqla hədələyirlər və ümumiyyətlə sosial şəbəkədən istifadəsinə qadağa qoyurlar. Mənə belə gəlir ki, ümumiyyətlə bizdə hələ də bu sahədə oturuşmamış bir yanaşmamız var. İnsanların sərbəst fikrini boğmaq, çərçivəyə salmaq olmaz. Məhz buna görə də elə müəllimlərimiz, müəllimələrimiz var ki, öz yanaşmalarını, öz azad fikirlərini, öz düşüncələrini, taktikasını, metodikasını tətbiq edə bilmir. Boğulur, yorulur və sonra da düşür eyni ahəngə, eyni axara və o darıxdırıcı bir üsulla dərs keçməyə başlayır, darıxdırıcı üsulla məktəbə gəlib gedir. Bu heç də bizim təhsilimizin inkişafına kömək göstərə bilməz. Və ali təhsil müəssisəsinin öz yazılığının pozması, şərhlərin pozması düzgün deyil. Əksinə, nə qədər indi ola bilsin təhqirlər olarsa təhqirləri silmək olar. Yox, heç bir təhqir yox idi Razi müəllim, heç bir təhqir. Sadəcə biz fikrimizi bildirmişdik orada. Təbii ki, bilirəm ki, indi hansı müəllim təhqir yazar ki? Aydın məsələ. Yəni deyirəm, sosial şəbəkədə təhqirləri silmək olar. Azad fikir, düşüncə, yaradıcı fikirləri niyə siləsən ki? Amma hər bir kəs öyrəşir ki, mən nəsə yazmışamsa altında hamı deməlidir ki, səndən yoxdur, hər şey gözəldir, nə gözəl, nə qəşəng, sizin universitetdən yoxdur, sizin təhsil sisteminizdən yoxdur, sizin fakültənizdən yoxdur, nə gözəl. Və yəni ki, ancaq və ancaq hamı tərif istəyir. Amma tərif lazımdır, hər kəsin tərifdən xoşu gəlir. Amma sağlam tənqid olmayan yerdə də mütləq şəkildə heç zaman inkişaf olmayır. Olmaz da. Mən sizin bu dediyinizə qatılıram və o yazının pozulmasını və sizin bu şərhlərinizin pozulmasını da düzgün saymıram. Ümumiyyətlə, müəllimlərə sərbəst fəaliyyət göstərmək üçün şərait yaradılmalıdır. Bu bütün məktəblərə, bizim Təhsil Nazirliyinə hər kəs aiddir. Mən bilirəm ki, Təhsil Nazirimiz belə məsələlərdə daha açıqdır, daha belə deyək ki, müsbət fikirlidir. Özü də sosial şəbəkədə var, özü də fikirlər bildirir və bəlkə də ölkədə ən çox açıq söz deyən nazirlərdən biridir. O baxımdan mənə belə gəlir ki, bu məsələlərdə etmək olar. Yəni, amma o postun pozulmasına mənfi yanaşıram. Hətta naziri belə taq eləmişdik biz ora, o yazdıqlarımıza ki, nazir özü də bir fikrini bildirsin. Yəni, onlar da hamısı birlikdə pozulmuşdu. Bunu da deyim sizə. Təbii ki, mən buna doğru yanaşmıram, düzgün yanaşmıram. O zaman o postu niyə yazmışdılar ki? Yəni, hər bir kəs az valideyn, ümumiyyətlə, valideyn həm müəllim, həm də valideyndir. Bəli, təşəkkür edirəm. Valideyn fikrini deyə bilər və valideynin fikrini boğmaq, çərçivəyə salmaq yolu verilməz. Çox sağ olun. Buyurun. Siz sağ olun. Bir dənə sualımız var Razi bəy. Sualı uzun yazıblar. Mən qısaca şərh edəcəm. Müəllimlərin TikTok çəkməsi ilə bağlı münasibətiniz necədir? Deyirlər, yəni müəllim TikTok çəkirsə, sabahları şagird də TikTok çəkəcək. Bununla bağlı fikriniz nədir? Müəllimlər TikTok çəkmə bilərmi? Müəllim də TikTok çəkə bilər, şagird də TikTok çəkə bilər. Bilirsinizmi? Əgər bugün bizdə belə olmalıdır. Avstraliyada 16 yaşına qədər olan uşaqların sosial mediadan iştirakına qadağa qoyulur. Dövlət səviyyəsində. Parlament bununla bağlı qərar qəbul edir. Əgər bugün Azərbaycanda sosial şəbəkələrin məhdudlaşdırılması ilə bağlı yaş həddindən asılı olaraq qadağa qoyulmayıbsa, belə bir qanun yoxdursa da, heç kim də bir şagirdə, müəllimə qadağa qoya bilməz ki, sən niyə TikTok çəkirsən? Və TikTok bugün bütün dünyanın ən çox istifadə etdiyi sosial şəbəkədir. Mən TikTokdan özüm də istifadə edirəm və TikToku bəyənirəm. Və bugün TikToku mən bir bilik mənbəyi kimi istifadə edirəm. Əgər biz düşünürüksə, əgər kimsə düşünürsə, TikTok ancaq TikToku açırsan, pis nələrsə qabağına çıxır, söyüd çıxır və yaxud əxlaqsız nələrsə çıxır, bu o deməkdir ki, həmin insanlar özləri ona baxırlar. Və TikTokun alqoritmi elədir ki, sən nəyə baxırsansa, onu da qarşına çıxarır. Amma bugün TikTok bütün dünyada bir universitetlər tərəfindən də, məktəblər tərəfindən də şagirdlərə bilik vermək üçün istifadə olunur. Bugün TikTokdan istifadə edərək milyonlarla insan xarici dillər öyrənir. Onlar müxtəlif peşələrə yiyələnirlər. Mən özüm TikTok vasitəsilə bir çox məsələləri öyrənirəm, istifadə edirəm və TikToku 4 dildə izləyirəm və 4 dildə bütün paylaşımlar qarşıma çıxır. Mən bugün TikTokdan aldığım məlumatları heç bir sosial şəbəkədən ala bilmirəm.
O baxımdan müəllimin əgər təhsil məqsədi ilə və yaxud başqa bir məqsədlə TikTokdan istifadə etməsində mən eyib görmürəm və bunu çərçivəyə salmaqda da mən bunu qanunsuz sayıram. Amma yox, əgər müəllimə TikToku, müəllim və yaxud müəllim kollektivi TikTokdan şagirdlərin tərbiyəsinə mənfi yöndə təsir göstərəcək hansısa bir yolda istifadə edirsə, təbii ki, bu yol verilməlidir. Çünki hər bir məktəbin özünün qaydaları da var və müəllimin də bir etikası və estetikası var. Müəllimlər üçün də bir Bəli. çərçivələr var, qaydalar var. Ümumiyyətlə, ən yüksək azadlığın, demokratiyanın da çərçivələri, qaydaları var. O baxımdan müəllim ancaq onu pozitiv təhsil yönündə, hətta özünün şəxsi paylaşımları üçün də istifadə edə bilər. Mən burada heç bir sakınca görmürəm. Çox düzgün buyurdunuz. Bir xanım var idi, sual vermişdi. Aliyə xanım, buyurun. Hələ də buradadsa sualını versin. Axşamınız xeyir. Mən də köhnə, yəni uzun müddətdir müəllimə işləyirəm. Yəni 35 ildir artıq müəllimə işləyirəm. Bununla qürur duyuram doğrudan da. Maşallah. Müəllimlik sənəti çox şərəf vericidir. Müəllim örnək olmalıdır. Həm əməlləri ilə, həm təhsili ilə, həm dərsi ilə. Bundan ziyalı olmalıdır. Ziyalılıq nümunəsi göstərməlidir. Eyni zamanda da yəni yaşlı müəllimlərə də dəyər olmalıdır əlbəttə ki. Yəni bir müəllimin dərs yükü yəni yerində olmalıdır. Sonra mən özüm informatika müəlliməsi olaraq istifadə edirəm ya yararlanıram. Amma özüm hələ hazır dərsləri inşallah ki hazırlayıb qoyacağam. Çünki əsas rus dilinə ehtiyac var deyə bu sahədə düşünürəm. Müəllim yəni hər şey məsələn deyilənlərlə razıyam, yəni qoya bilər, amma ölçüdə, nümunə olaraq ürəklərdə iz buraxmalıdır müəllim. Mən buna əsl müəllim deyərəm. Ki özündən sonra buraxdığı şagirdlərin qəlbində iz buraxsın. Onlara bir nümunə olsun həyatda, bir mayaq olsun. Yəni Allaha şükür ki, bu məndə yaranıb. Yəni bu şagirdlərimlə, ilk şagirdlərimlə hələ də yəni görüşürük, dost münasibətdəyik. Mən deyəcəyim çox idi, sadəcə həyəcanlandım. Müəllimə Sualınızı dəyər. demədiniz. Hə. İndiki zamanda müəllim-şagird münasibətlərindən deyirlər, amma müəllimlərin də bir deyəcək sözü olan bir yer olmalıdır. Məsələn, nədən narazıdır, nə çatmır, nəyə çatır? Düzdür, Allaha şükür, maddi mənada demirəm, bunlar hər şeyə çatır. Amma məsələn, mənəvi mənada necə şəraitdə işləyir? Məsələn, mən indi evdə də abituriyentlərim var. Onlar o fənni keçmirlər orta məktəbdə. Bunlar haqqında maraqlanmaq lazımdır. Bir sinifdə 40 nəfər uşaqla müəllim nə qədər də savadlı, ziyalı olsa da onlarla necə bacaracaq? Yəni keyfiyyət aşağı düşür. Yəni bunlara fikir vermək lazımdır. Elə bir tərəfli yanaşırıq, yəni münasibətlərə. Əslində məsələn mən indiki dövrdən razıyam. Çünki uşaqlara sərt münasibət göstərmək lazım deyil. Ümumiyyətlə yenə də xoş münasibətlə işləri yoluna qoymaq olur. Uşaqları həvəsləndirmək olur. Sərtlik getməyib, heç vaxtda da getməyəcək. Yəni mən özüm Yasamal rayonunda orta məktəbi oxumuşam, 13 ömrəli məktəbi o dövrdə. Heç mən indiki halda o sinifdə heç oxumaq istəməzdim. Yəni hər dövrdə olub belə bir şeylər. Amma indi sadəcə bu biraz şişirdilmiş formada çıxır. Yəni yaxşı samballı müəllim özünün necə deyim, saxlayır, o statusunu saxlaya bilir. Sadəcə necə deyim, Müəllimə, sualınızı siz verin zəhmət olmasa konkret. sualını vermək istəyirəm ki, müəllimlərin məsələn tutaq ki, necə deyim, narahat edən məsələləri kimə ünvanlamaq olar, kimdən soruşmaq olar ki, dərs yükü nə qədər olmalıdır, niyə az dərs yükünə dərs saatına ayrılırlar, yəni belə. Kimə müraciət eləmək olar? Yəni belə bir yer yoxdur, amma əvvəl məsələn var idi. Razi bəy, kimə müraciət eləyək? Mənə belə gəlir ki, bununla bağlı Təhsil Nazirinə Emin Əmrullayevə müraciət etmək lazımdır və Emin Əmrullayevin də mən görmüşəm ki, Facebook sosial şəbəkəsində demək profili var. Yox, əgər müəllimənin belə bir sualı varsa, hansı sualını yazılı şəkildə göndərsin, göndərin mənə. Mən onu Emin müəllimin elə özünün WhatsApp-ına göndərərəm gün sabah və cavab da alaram. Da bax, ağıllı balım. Təşəkkürlər. Çox sağ olun. Gülnar xanım, buyurun, sualınızı siz verin. Why you are hurting? Salam, stomach? axşamınız xeyir. Hər vaxtınız Hörmətli xeyir. qrup əhli, axşamınız xeyir Razi müəllim. Sizinlə canlı tanışdıq, Great. həqiqətən çox xoş oldu. Yəni bu şansı bizlər üçün yaradan hər kəsə təşəkkür eləyirəm. Mən Razi müəllimə bir sual Great. ünvanlamaq istəyirəm. Verin, buyurun.
Bilirsiniz, Yes. Azərbaycan müəllimi deyərkən əvvəllər daha çox What? bütləşdirilmiş bir profil canlanırdı da. Yəni belə desək, müəllim bizim Elə üçün BMW. əlçatmaz idi. Bizim üçün elə bir zirvə idi ki, biz Maşina Rusçadır, o kardakı müəllimə İngilis. bizim əlimiz BMW çatmaz. car. Amma çox təəssüflər olsun ki, Evet, BMW çox maşina. təəssüf olsun ki, yəni artıq indi müəllimlik peşəsi deyərkən cəmiyyətdə ən çox da media platformalarında da belə düşünək ki, ən çox İngiliscədə cardır qınalanan, maşın. mənəvi, Aha. maddi sıxıntılarla həyatı dolu olan bir belə desək, peşə görünümü yaranır. 1, 2, Mən 50. belə 50-yə gedib düşünürəm ki, saymağı bunun səbəbi öyrənirsən. nədir? Yəni bunun Bunu bunu öyrənirsən, keçən dəfə cəmiyyətə idi, indi 50-yə qoyduğu gedib. müəllim peşəsini, yoxsa elə müəllimlər From özünü 1 özü to 50, okay? Aytəç xanım, siz səsinizi bağlayın zəhmət olmasa. Sonra sən özün sayacaqsan. Diqqətlə qulaq as. Səsim gəlmir deyəsən. Hə, buyurun, siz davam edin. Yəni sualım Razı müəllimə idi. İndi ekranda biraz Hə, səs gəldi. Yəni bəlkə də səsim buyurun. yaxşı eşidilmədi. Yəni deyirdim ki, düşünürdüm ki, müəllimlik peşəsi hər zaman biz uşaq olarkən elə bir zirvədə idi ki, həqiqətən də əlçatmaz bir zirvə idi. Biz hətta elə başa düşürdük ki, yəni üzr istəyirəm ifadəmə görə müəllimlər heç yemək yemir, çay içmir. Yəni bu şəkildə müəllimliyi uca bir zirvəyə qaldırmışdıq da. İndi artıq belə desək, indi media platformalarında internet əsri olduğu üçün artıq belə desək, insanların həqiqətən də kiçik bir qüsurları o qədər böyüdülür ki, o qədər böyük bir görünüm yaradır ki, bəzən adi bir kəlmə belə, bir söz belə insanı çox hörmətsiz eləyir. Bəzən belə desək, yuxarılara da qaldıra bilir. Amma indi çox təəssüf eləyirəm ki, həqiqətən müəllimlik peşəsi yəni çox ucuzlaşdırılıbdır. Mən özüm də müəllim kimi fəaliyyət göstərirəm. Bu sənəti çox sevərək gəlmişəm. Həqiqətən valideynimdən də görmüşəm. Çox sevərək bu sənətə gəlmişəm. Sənət deyirəm, peşə deyirəm. Yəni mənim üçün əziz olan bir ixtisasım deyirəm. Amma çox, yəni mən 10 ildir bu müəllimlik peşəsi ilə məşğul olsam belə, elə bilirəm ki, illərin yorğunuyam. Bilmirəm, yəni bizə düzgün dəyərmi verilmir? Bizim belə desək, o dəcəl şagirdlərimizə, narazı valideynlərimizin hər cür kaprizlərinə dözən bu müəllim niyə bu qədər yəni ucuzlaşdırılır? Niyə bu qədər qınanılır? Niyə bu qədər həyatı maddi, mənəvi sıxıntılarla keçir? Ya bununla belə bir lazımı dəyər də görmür. Heç yəni biz sertifikasiya imtahanından keçdik. Dedilər ki, ay sertifikasiya imtahanından keçəndə siz o qədər maaş alasınız ki, yəni Avropa ölkələri ilə biz müqayisə olunacağıq. Çox təəssüflər olsun ki, yəni biz sertifikasiya imtahanından 35%-ə düşdük. Yenə də biz o görünümü, biz o kreditlərdən canımızı qurtara bilmədik. Biz o belə desək də o çətin sıxıntılı həyatdan yenə də qurtula bilmədik də. Yəni müəllimlik peşəsi ən ağır zəhmət tələb edən bir peşədir. Eyni zamanda mən deyərdim ki, ən çox da sıxıntılı bir peşədir. Çünki müəllim cəmiyyətdə hər zaman mən düşünürəm ki, təkcə məktəbdə müəllim deyil, evdə də müəllimdir. Belə desək, küçədə də müəllimdir. Mən hətta məni tanımayan insanların içərisində də mən davranarkən mən düşünürəm ki, mən müəlliməm. Elə başa düşürəm ki, hamı mənim müəllim olduğumu bilir. Mən danışdığım, etdiyim hər bir addıma diqqətli olmalıyam. Yəni elə başa düşürəm ki, bunun məsuliyyətini dərk eləyirəm işimin. Yəni bunu mən belə desək də Hə, sualınızı da deyin zəhmət olmasa. ki, yəni sizcə bunun səbəbi nədir? Niyə bu qədər müəllimliyi biz yəni dəyərsizləşdirdik? Cəmiyyətmi dəyərsizləşdirdik? Yoxsa elə müəllimlər yəni özlərimi öz əməklərinin ucuz tutdular, ona mı görə belə desək, əməkləri dəyərsiz göründü? Aydındır. Yoxsa müəllimlik peşəsinə həddən artıq tələbat deməyim. Yəni o ixtisası seçənlər çox oldu. Yəni universitetlərdə kifayət qədər belə desək, ixtisaslar varkən müəllimliyə daha çox yer verildi və bu günlərim digər ixtisaslar varkən, yəni hər kəs müəllimliyi yazır. Yəni belə desək də, müəllimlik peşəsinin çoxalması mı müəllimliyi ucuzlaşdırdı? Yəni kəmiyyət çoxaldı, keyfiyyəti mi azaltdı? Başa Yəni düşdü Razı bəy. Buyurun. Təşəkkür edirəm sualınız üçün. Yox, müəllimlərin sayının çoxalması və s. xeyr. Bunların heç birisi müəllimin nüfuzunun azalmasına dəlalət etmir. Yəni bunlar yox. Amma zaman dəyişir, dövr dəyişir və ildən ilə doğulan uşaqların beyni fərqli doğulur. Məsələn, növbəti 2026-cı ildə doğulan uşaqların dünya alimlərinin indi hesablamasına görə onların beyni kompüter beyni kimi doğulacaq. Onların bir çoxu
elə uşaqlıqlarından kompüter biliklərinə yiyələnmiş olacaqlar. Bizim hələ kainatın bir çox sirlərindən məlumatımız yoxdur, bələdçiliyimiz yoxdur. Sizə bir misal çəkəcəm. Bizim hamımız deyirik ki, biz uşaq olanda müəllim bilmirdi ki, yemək yeyir, yemir, müəllimə müqəddəs baxırdıq. Bəli, mən də belə düşünürəm, amma eyni zamanda müxtəlif kitablar oxuyuram, müxtəlif ölkələrdə oluram və topladığım təcrübə mənə deməyə əsas verir ki, hələ eramızdan əvvəl yaşayan bir Yunan filosofu, məncə o Platon olub. Deyib ki, öz məktublarının birində yazırmış ki, bu gənclərlə biz hara gedirik? Dünyanın sonudur. O vaxtı öz tələbələrini, gənclərini bəyənməyib və deyib ki, bu cür gənclərlə biz hara gedirik? Biz cavad olanda belə deyildik. Bunlar isə elə bir tərbiyə malikdirlər, elə bir davranışa malikdirlər ki, dünyanın sonudur. O gündən bu günə 2000 ildən çox vaxt keçib biz yenə də eyni sözləri o biri nəsil haqqında deyirik. Ona görə də mənə belə gəlir ki, biz bu proseslərin qarşısını ala bilmərik. Bu elə belə dəyişə-dəyişə gedəcək. Amma təbii ki, bugün müəllim peşəsi çətin peşə olduğuna görə və müəllim şagirdləri bizim hamımızın müəllimimiz olduğuna görə ilk həyata sənin addımını atmaq üçün müəllimlər dərs verir tələbələrə, şagirdlərə. İlk onlara müəllim olduğu üçün təbii ki, müəllimə daha böyük önəm verilməlidir. Müəllimə daha böyük yaxşı imkanlar yaradılmalıdır və müəllim ən çox fokusunu qoymalıdır tələbələrini öyrətməyə, şagirdlərini öyrətməyə. Müəllimin sosial məsələ ucbatından gözü kənarda qalmamalıdır. İkinci iş axtarmamalıdır. Müxtəlif sosial problemlərə başı qarışmamalıdır, xəstəliklərə başı qarışmamalıdır. Amma bugün müəllimlər tam olaraq sosial problemlər ucbatından, az əmək haqqı ucbatından ailələrini saxlamaq, özlərini dolandırmaq, övladlarını, ailələrini saxlamaq üçün də müxtəlif işlər görmək məcburiyyətində qalırlar. Hələ ki, düzdür, sertifikasiya olub, müəyyən qədər artım olur, amma yenə də biz hələ ki, dünya standartından çox aşağıda qalırıq. Və buna görə də müəllimlərimiz təbii ki, razı deyirlər. Dünyanın müxtəlif ölkələrində mən oluram, bilirəm ki, müəllim kollektivi həm universitetdə, həm məktəblərdə ən çox ödəniş olan, qazanan peşə sahiblərindəndir. Azərbaycanda da hələ ki, bu məsələ çox ağır bir məsələdir. Mən bilirəm və bu məsələ ilə bağlı mənim düşüncəm ondan ibarətdir ki, bir ölkənin gələcəyi onun təhsil üzərində qurulur. Məsələn, mən bir dəfə parlamentə çıxışımda demişəm ki, neçə dəfə müsahibələrimdə də, məndən olsa dövlətin büdcəsinin ən azı 50%-ni elə təhsilə yönəldərdim. Yaxşı, şimdi başqa sahələr aksaya bilər, amma biz 5 il, 6 il təhsilə ən böyük pul ayırsaq, təhsilimizi dünya səviyyəsinə qaldırsaq, o təhsilli insanlar da Azərbaycanı dünya səviyyəsinə qaldıracaq. Hər şeyi təhsil həll edir. Yaxşı təhsil Elon Musklar yetişdirə bilər, Mark Zuckerberglər yetişdirə bilər, gözəl kosmonavtlar yetişdirə bilər, böyük riyaziyyatçılar yetişdirilə bilər, ixtiraçılar yetişdirə bilər. Amma bizim təhsilimiz hələ ki o səviyyəyə gəlib çata bilmir və mən ümumiyyətlə Azərbaycan təhsilinin yükündən də narazıyam. Biz eyni vaxtda şagirdlərə neçə, indi mən bilmirəm, hələ o vaxtı mənim özümün oxuduğum vaxtlarda da dərs yükü çox böyük idi. Kimyanı da eyni səviyyədə keçirdi, fizikanı da, ədəbiyyatı da, riyaziyyatı da, həndəsəni də, cəbri də, estetikanı da, tarixi də, bütün fənləri və mən hər şey şünas, cürbəcür elmlər üzrə akademik olmaq istəmirdim ki. Bir fənni bir il keçib müəyyən bir təhsil almaq olar. Amma peşəkarlar yetişdirmək lazımdır. Yoxsa tələbələrin sumkasına doldurub 30-40 kitabı göndər ora, heç birisindən də yarımır. Ona görə də valideynlər uşaqlarını 9-cu, 10-cu sinifdən ayırıb, aparaq başqa məktəblərə qoyurlar, müəllim tuturlar. Bizdə ümumiyyətlə təhsil sistemində hələ ki bu ciddi problemlər var. Mənə belə gəlir ki, peşələrə yönləndirmək lazımdır. Əgər kimsə tarixçi olmaq istəyirsə, ona riyaziyyat əzbərlətdirmək lazım deyil. Kim ədəbiyyatçı olmaq istəyirsə, onu məcbur eləyib kimyəvi reaksiyalara yönləndirmək lazım deyil. Biraz müəyyən bilikləri oldu. Ona görə də mən düşünürəm ki, şagirdlərə artıq 7-ci, 8-ci sinifdən sonra bölmək lazımdır ki, peşələr üzrə. Kim tarixçi olmaq istəyir, kim
kimyaçı olmaq istəyir, fizik olmaq istəyir və o fənlərin üzərində fokuslaşıb öyrənsinlər. Yoxsa sonuncu sinifə qədər bütün fənlərdən eyni səviyyədə dərslər keçilir və şagird də olur kör. Və hələ də bizə Sovet sistemindən qalıb əzbərçilik. Əzbərçilik heç nə vermir. Və bu, mən düşünürəm ki, ümumiyyətlə bizdə təhsil sistemi eyni zamanda praktika ilə sinerji olunmalıdır. Nəzəriyyəni öyrənirsən, əgər onu praktikada həyata keçirmirsənsə, o bilik insanın yaddaşına yazılmır. Əgər sən bir tarixi öyrədirsənsə, aparıb onu tarixi yerləri, döyüş yerlərini, muzeyləri göstərmirsənsə, o şagirdin beyninə yazıla bilməz. Yaxud bir fizika dərsində təbiət elmləri ilə bağlı hər hansı bir eksperimentlər keçirilmirsə, şagird onunla maraqlanmayacaq. Və ümumiyyətlə, indi müəllimlərin üzərinə düşən elə bir yük də var. Daha doğrusu bu artıq o professionallıqdan asılıdır. Mən ümumiyyətlə o ənənəvi üsulla keçilən dərslərdən imtinanın tərəfdarıyam. Hər bir müəllim özünün sərbəst verilən akademik o yol çərçivəsində özünün metodikasını, moderatorluğunu həll edə bilər. Və bizdə belə əsasən belə bir fikir də var ki, müəllim çox savadlı olmalıdır. Müəllimə nə desən hər şeyi bilməlidir. Ümumiyyətlə, bax, bunların özü də düzgün yanaşma deyil. Müəllim moderatordur, müəllim yol göstərəndir, relsə qoyur. Və müəllim əgər bir şeyi bilmirsə, öyrənib gəlib onu deyə bilər. Bu müəllimin eybi deyil. Bu baxımdan mən düşünürəm ki, müəllimlər üçün əlbəttə ki, ağır bir sosial vəziyyətdir. Və ümid eləyək ki, dövlətin büdcəsindən təhsil sisteminə daha böyük pullar ayrılar. Ən azından hər bir şagirdə ayrılan vəsait heç olmasa bir orta dünya səviyyəsinə gəlib çatar ki, müəllimlərimiz də layiq olduqları yüksək əmək haqqını ala bilsinlər. Yüksək əmək haqqı olmasa, yüksək təhsil də olmayacaq. Doğrudur. Razı Əli bəyəndi qaldır. Buyurun siz. Razı mən çox razı oldum sizdən. Düz, siz dediyiniz mənə Çin atalar sözünü xatırlatdı ki, bir il sonranı düşünürsənsə buğda ək, 10 il sonranı düşünürsənsə ağac ək, 100 il sonranı düşünürsənsə insan tərbiyələndir. Bəli, təhsil də bağlıdır, tərbiyə təhsil. Amma siz düz deyirsiniz, sənəti də öyrətmək. Məsələn, bizim vaxtımızda o vaxt Yasamal rayonu, Oktyabr rayonu idi. O vaxtda bizi 2 il, həftənin 5-ci günləri yadıma gəlir, tədris istehsalat kombinatına göndərirdilər. Həm uşaqlar müxtəlif sahələrdə, mən də özüm dərziliyi seçdim. Yəni düzdür, evdə də dərzilik öyrədən, yəni müəllim, yəni anam var idi. Yəni bu sahədə mənim uğurlarım da oldu. Amma uzun müddət riyaziyyatla uşaqlarla məşğul olduğuma görə özüm riyaziyyatı qurtarmışam. Riyaziyyatı uşaqlar yuxarı sinifdə öyrənə bilmirlər, ibtidai sinifdə. 9-cu sinifdən, 8-ci sinifdən bəli, uşaqlar bölünməlidir və sənəti də biz sevdirməliyik. Daha deməməliyik ki, sən oxumasan, bax süpürgəçi olasan. Süpürgəçi bizə yaxşılıq edir də, təmizlik yaradır, sağlamlıq verir. Yəni biz uşaqların düşüncələrini dəyişməliyik. Mənə elə gəlir məktəbdə bəzi bu musiqidir, bədən tərbiyədir yığışdırılıb, mənəviyyat dərsləri keçirilməlidir. Bir də ritorika. Mən biraz 10 il Rusiyada yaşamışam. Orada uşaqlara ritorika dərsi keçirdilər, natiqlik haqqında. Məsələn, bizim uşaqlar savadlıdır, yaxşıdır, amma diksiyaları çox zəifdir, söz bazaları zəifdir. Bir sual verirsən, cümlə ala bilmirsən. Yəni, bunlar üzərində işləmək lazımdır. Çünki çox zəkalı uşaqlardır. Həm xaricdə övladlarım təhsil aldığına görə çox orada yəni, getmişəm. Bizim uşaqlardan zəkalı yoxdur. Hər yerdə də deyirlər bunu. Sadəcə biz onları istiqamətləndirməliyik, sənəti sevdirməliyik, diksiyalarını açmalıyıq. Yəni ki, onlar natiq, özlərinin təqdim edilmə bacarıqları aşağıdır. Müəllimə, mən burada bir məsələdə öz fikrimi, amma sizin o fikrinizə bildirmək istəyirəm. Mən ümumiyyətlə biraz fərqli düşünürəm. Olsun diksiya. Mən düşünürəm ki, indi kimsə natiq olmaq istəyirsə, kimsə riyaziyyatçı olan insana diksiyaya ehtiyac yoxdur. Kimsə ictimai elmlərlə məşğul olacaqsa, müəllim olacaqsa, təbii ki, diksiyası lazımdır. Amma mən düşünürəm ki, ümumiyyətlə, musiqi, məsələn, deyirsiniz ki, musiqini, məsələn, və bədən tərbiyəsini çıxarmaq. Mən isə əksini düşünürəm. Mən düşünürəm ki, musiqiyə daha yaxşı ciddi yer verilməlidir. Mədəniyyətə daha çox ciddi yer verilməlidir. Bilirsiniz, musiqi insanın zövqünü formalaşdırır. Və mən, məsələn, bir çox dünyanın məktəblərində də olmuşam. Məsələn, elə şagird demək olar ki, məktəbdə ki, insan çünki ömrünün ən gənc hissəsini məktəbdə keçirir və ora 10-12 ilini sərf edir. Bu müddət ərzində məktəbdə onlar müxtəlif peşələri də öyrənə bilirlər, yönləndirilə bilirlər. Musiqini də öyrənirlər,
rəqsi də öyrənirlər, futbolu da öyrənirlər. Yəni onlarda bu sahələrə daha ciddi fikir verilir. Əgər bugün biz təhsili, elmi öyrənməyi astabaxla sinerji eləyə bilməsək, onda biz ona nə cür deyirlər? Biraz elə bil ki, özünə qapanan bir nəsil yetişdirə bilərik. Mütləq şəkildə musiqi də olmalıdır, bədən tərbiyəsi də olmalıdır. Ümumiyyətlə, bədən tərbiyəsi daha vacibdir. Və eyni zamanda uşaqların zövqünün formalaşdırılması, tərbiyəsinin formalaşdırılması. Mən həmişə öz-özümə düşünürəm. Mən görürəm ki, məsələn, kimsə maşın açır, işləyir, şüşəni atır pəncərədən çölə. Yolda gedir, simiçka günəbaxan toxumu çitləyir, tökür yerə. Və yaxud gedir, boğazını arıtlayıb tüpürür yerə. Mən məsələn, görürəm ki, kimsə bir pişiyə, bir quşa daş atır. Mən həmişə düşünmüşəm ki, bunların hamısı ilə bağlı ən azından hər dəfə müəllimə 2-3 dəqiqəni bu estetik tərbiyənin formalaşmasına sərf eləməlidir. Biz ümumiyyətlə, şagird hər bir məsələni, sevgini də, nifrəti də məktəbdə öyrənir və bunu müəllimlərdən götürür. Ona görə də əgər o estetik zövq formalaşdırılmasa, o mədəniyyət onlarda formalaşdırılmasa, o sevgi onlarda formalaşdırılmasa, o nifrət onlarda formalaşdırılmasa heç nə alınmaz. Amma bugün biz müəllimlərimizə təşəkkür etməliyik ki, onlar Qarabağın azad olunması ilə bağlı uşaqlarda gözəl bir tərbiyə yaratmışdılar. Məhz onların hər dəfə, çünki bu dövlət siyasəti idi, hər dəfə Qarabağla bağlı danışırdılar, erməni təcavüzü ilə bağlı danışırdılar və hər bir Azərbaycan övladı əskər olmaq istəyirdi, Qarabağ azad eləmək istəyirdi və onlar tarixi öyrənməsələr də gidib tarix yaza bildilər. O baxımdan mən düşünürəm ki, hər bir zövq, mərdlik, namərdlik, nifrət, sevgi hamısı məktəbdə yaradılır, məktəbdaşları. Ona görə də bu məsələlərin hamısına çox məktəblərdə fikir verilməlidir. Və bu ilkin ibtidai siniflərdə ilk olaraq formalaşdırılmalıdır. Mən belə düşünürəm. Əli bəyin sualı var, buyursun. Salam, axşamınız xeyirli olsun. İlk öncə Həsən bəy salamlayıram, Razi müəllim sizə salamlayıram. Həsən bəy, təşəkkür edirəm belə bir tədbiri keçirdiyiniz üçün. Razi müəllim də xoş gəlmisiniz. Sualım belədir, qısa və konkret bildirim. Sosial media üzərində müəllimlərin etdiyi müxtəlif paylaşımlar olsun. İstər şəxsi həyatı ilə bağlı, istər də ki, günümüzdə olan mövzularla bağlı. Onlar sizin fikrinizdə şagirdlərdə hər hansı bir fikir ayrılığı və ya fikir seçkiliyi yarada bilərmi? Təbii ki, yaradır. Çünki o müəllim şagird üçün bir idealdır. Bəli. Ona görə də müəllim nə edirsə, o şagird onu düzgün sayır. Düşünür ki, o pis olsa müəllim onu etməz. Yaxşıdır ki, edir. Ona görə də məhz müəllim yalnız sinif otağında müəllim deyil. O sinifdən kənarda da müəllimdir. Və gərək o peşənin ağırlığını unutmasın. Çünki insanlar bir peşəni seçəndə, hər hansı bir fəaliyyət növünü seçəndə başqa bir azadlıqlarından imtina etmiş olurlar. Məsələn, əgər sən deyək ki, məsələn, belə bir nümunə götürək. Məsələn, əgər kimsə sağlam həyat nümunəsi göstərirsə, sağlamlıqdan danışırsa, hər bir kəsi sağlam olmağa, idman etməyə çağırış edirsə, onun özü də idman görünüşünə malik olmalıdır. Elə deyilmi? Yoxsa məsələn 100-120 kiloqramlıq adam bir böyük qarınlı, belə şişmiş halda belə gəlib məsələn sağlamlıqdan danışsa kim ona inanar? O onun peşəsi üstə gəlmir. Demək ki, hər bir sənət, hər bir peşə, hər bir fəaliyyət insanı müəyyən bir azadlığından imtina etməyə vadar etməlidir. Müəllim də təbii olduğuna görə bir çox sərbəst hərəkətlərdən vaz keçir. Müəyyən azadlığını qurban verir, çünki o müəllimdir və şagirdlər də ondan dərs götürür, ondan nümunə götürür. O baxımdan təbii ki, müəllim paylaşım edə bilər, şəxsiyyəti ilə də bağlı paylaşım edə bilər,
ailəsi ilə də bağlı paylaşım edə bilər. Amma bu paylaşımlar təbii ki, şagirdlərə müsbət enerji verməlidir. Mənfi enerji verəcəksə, təbii ki, artıq bunu nə kollektiv bununla razılaşacaq, nə cəmiyyət razılaşacaq, bu müəllimənin də, müəllimi də artıq sosial şəbəkə istifadəçiləri özləri linç edəcəklər. Bir Və bu məsələni də vurğulamaq istəyirəm. İcazənizlə bir məsələni də vurğulamaq Buyurun. istəyirəm. Biz özümüz həm xarici təhsillə məşğuluq, həm də ki, təhsil inkişaf platformamız var. Necə bir şey? Bir çox Milli Məclisin deputatları ilə həmin tədbirlərə dəvət edirik, speaker formatında çıxış edirlər. Deyim, maarifləndirici formatda edirik. Təhsil, hüquqi və digər indiki dövrdə olan mövzularla bağlı. Əgər icazəniz varsa, sizin də iştirakınız üçün sizə müraciət edə bilirəm. Yəni dəvət edərik bir spiker kimi və ya sizin köməkçinizdəmi? Dəvət edin. Bunun üçün köməkçinizlə əlaqə saxlayaq, yoxsa birbaşa sizinlə? Əlbəttə, mənimlə də əlaqə saxlaya bilərsiniz. Mənim telefonumu ala bilərsiniz təşkilatçılardan. Hə, Həsən bəy tanıyıram, yaxşı dostlarımızdandır. İcazəsi ilə götürərsiniz. təşəkkür edirəm. Kiçik bir reklam oldu. Təşəkkürlər. Buyurun, başqa Təşəkkür kimin edirəm. sualı var? Suallar var Razi bəy. Burada şərhdə yazıblar. Birini istəyirsiniz mən səsləndirim. Yox, səsləndirin. Yazılıb ki, məktəblərdə fənn proqramı ilə dövlət imtahanına düşən sualların kökü eynilik təşkil etmir. Buna görə də sistem dəyişdirilməlidir, yoxsa necə? Bir də sualı təkrar edin. Yəni demək istəyirlər ki, yəni tədris olunanlarla imtahanlarda ziddiyyət var. Yəni suallar fərqlidirlər. Mən ümumiyyətlə hərdən bilirsiniz nə düşünürəm? Mən belə düşünürəm ki, o sualları təşkil edənlər ümumiyyətlə düşünürlər ki, nətər edək ki, buna cavab verə bilməsinlər. Yəni burada bilirsiniz, bir düşüncə belə işləyir ki, yox, biz elə sual verməliyik ki, tapa bilməsinlər. Və beyin bunun üzərində işləyir. Məsələn, adi bir misal çıxacağım. Məsələn, mən bugün çıxışımda demişəm ki, bir çox vəzifəli şəxslərin beyni belə işləyir ki, otururlar stuldan üzbəüz danışırlar ki, biz nə edək ki, daha çox büdcəyə daha çox pul gətirək. Düşünürlər ki, yeni bir cərimə növü tapaq. Və yaxud vergini qaldıraq, rüsumları qaldıraq. Və bunu qaldıranda düşünmürlər ki, bəs bu vergini sən qaldıranda hansısa sahəyə bağlanacaq, 100 nəfər işsiz qalacaq. Və bu cərimə eləyəndə yenə də vətəndaşın cibindən çıxaracaqsa, vətəndaş belə də kasıbdır. Ona görə də mən düşünürəm ki, ümumiyyətlə bizdə bu yanaşma, insana yanaşma dəyişilməlidir. İnsana hörmət artmalıdır. İnsan ləyaqətinə hörmət olmalıdır. Bizdə insan ləyaqətini unudurlar sanki. İnsan ləyaqətinə toxunmaq olmaz. Hər bir insan ləyaqətlə doğulur. İnsan əxlaqı sonradan qazanır. Amma anadan hər kəs ləyaqətlə doğulur. İnsanın ləyaqətini alçaltmaq olmaz. Amma bizdə məsələn düşünürlər ki, necə sual verim ki, bu və sualda bəzən mən baxmışam bəzi suallarda düşünürsən ki, burada 99% bunu bilən də buradan çaşa bilər. Onu salırlar ora. İnsan beyni kompüter deyil ki, süni intellekt deyil ki. Ona görə də mənə belə gəlir ki, insanlara ləyaqətlə yanaşmaq lazımdır və insanların ləyaqətinə hörmət qoymaq lazımdır. Sualları el etmək lazım deyil ki, o cavab verə bilməsin. Və yaxud hər hansı bir müəllim bir suala cavab verməyə də bilər. Amma bu onun keyfiyyətli kadr və bili götürmək bacarığına təsir göstərmirsə, yalnız bir suala düzgün cavab verə bilmədi deyə ən asan sual ola bilər. O, onun demək deyil ki, o savadsız müəllimdir. Bəlkə də Einsteinə deyilsəydi ki, məsələn, çox sadə ona suallar verilib, heç onu bilmiyor, amma dahidir. İnsan sadə bir şeyi də bilə bilməz. Ola bilər. Məsələn, mən hərdən birdən, məsələn, elə bir sadə bir şeyi bilmirəm. Baxırlar ki, mənə deyirlər ki, Razi müəllim, sən doğrudan da Azərbaycanda oxumusan, sonra da xaricdə də oxumusan, bunu bilmirsən. Deyirəm, vallahi heç ağlıma gəlmədi. Yəni, mən kompüter deyiləm, mən də insanam. O baxımdan mənə belə gəlir ki, bizdə insanları çaşdırmaq, insanları yormaq bir ənənəsi var və eyni zamanda insanların sərbəst düşüncəsinə, yaradıcılığına, potensialın açılmasına da ciddi sosial və biraz da siyasi təzyiq var. Doğrudur. Əli Panahova yazılıb. Buyurun, sualınızı səsləndirin.
Deyəsən, Axşamınız buyurun. xeyir olsun. Axşamınız xeyir Vaxtınız xeyir. olsun. Mən sual vermək istəyirəm. Yəni bəlkə də mövzudan kənar olar, amma buna cavab istəyərdim Razi müəllim versin. Yəni mən sertifikasiyanın əleyhinə deyilən bir müəllim olaraq olsun. Amma ki 3 ildən bir, 5 ildən bir bunun eləməyinin nə mənası? Bu müəllimin qazancı da hər il hazırlıqlara verilir. Biz də indi müəllim deyən kimi hər şeydən beynimizdə saxlayıb onu illərlə yenilənən bir şeylər var da, öyrənməliyik də. Yəni hazırlığa veririk. Büdcəmiz də hardasa ona əl verir, hardasa əl vermir. Bəzi məsələlərdə tək, yəni necə deyim, bir hazırlıq deyil də, bir çox yerlərə xərcləyirik aldığımız maaşı, belə deyək. Yəni bununla bağlı bilmək istəyərdim fikrini Razi müəllimin ki, yəni nə dərəcədə doğrudur. Bir dəfə olunsun, yəni bununla da kifayətlənsin də. 3 ildən, 5 ildən sonra bir daha bunu təzədən təkrar eləməyin, yəni nə dərəcədə doğrudur? Çox sağ Mən olun. ümumiyyətlə düşünürəm ki, düzdür, müəllimlərin sertifikasiyası bu bütün dünyada bu praktika var. Bizdə isə bu praktika ondan irəli gəldi ki, Təhsil Nazirliyi, Elm və Təhsil Nazirliyi düşündü ki, savadsız müəllimlər çoxdur. Bunun da səbəbləri ona bağlı idi ki, zamanı ilə müxtəlif universitetlər açıldı, filiallara açıldı, kimsə heç oxumadan pul verdi, diplom aldı və s. Amma bütün bunların da hamısı yəni qanuni şəkildə edilib də, vətəndaş gedib bunu cinayət yolu ilə etməyib ki. Bu imkanlar yaradılıb və dövlət də gedib ona diplom verir. Və dövlətin verdiyi diplomu tanımamaq, şübhə altına almaq özü bir yaxşı hal deyil. Amma digər bir tərəfdən də düşünürsən ki, və mən bu söhbətlərim olub və Təhsil Naziri şəxsən bu fikri səsləndirib ki, istəyirsiniz ki, sizin övladınıza savadsız müəllim dərs etsin və onu kör etsin. Siz buna razısınız. Təbii ki, heç kim buna razı olmaq istəmir. Ona görə də burada qızıl ortanı tapmaq daha real olar, məqbul olar. Əgər hər hansı bir müəllim artıq sertifikasiyadan keçdisə və yüksək bal topladısa, yenidən 5 ildən sonra 5 ildə onu yenə də tikan üstündə saxlamaq, o da düşünsün ki, 5 ildən sonra yeni imtahan gözləyir məni. İnsan psixologiyası buna tab gətirməz. Mən özüm də bu halları keçmişəm və bilirəm ki, bu çox böyük bir psixoloji yükdür insanın üzərində. Çox böyük psixoloji yük və müqavimətdir. 5 il yox, mən düşünürəm ki, heç olmasa bunu bir məsələn artıq keçdisə, 10 ildən sonra və yeni gələn müəllimlər 5 ildən sonra keçirilsin. Amma yenidən elə hər 5 ildən bir bütün müəllimləri sertifikasiyadan keçirmək, mən buna düzgün yanaşmıram və həkimlərlə də bağlı eyni məsələni düşünürəm. Ola bilsin ki, məsələn, mən burada müxtəlif mexanizmlər tətbiq oluna bilər də, kütləvi şəkildə bunu etməyə ehtiyac yoxdur. Əgər hər hansı bir məktəbdə şagirdlərin narazılığı varsa, müəllimənin göstəriciləri zəifdirsə və s. Bu şəxslər təyin oluna bilər, onlar sertifikasiyadan keçsin. Amma hər bir kəsin kütləvi şəkildə ağına bozuna baxmadan hamını elə məcbur etmək ki, sertifikasiyadan keçməlisən, mən bunu doğru mexanizm sayıram. Çox sağ olun Razi müəllim. Mən də elə düşünürəm ki, bu bizim gələcəyimizi uçuruma apara bilər. Şəxsən mən bir müəllimə kimi, mənim qızım riyaziyyatçıdır, riyaziyyat müəllimi olmaqdır. Mən şəxsən onun əleyhinəyəm və mən onu memarlıq üzrə yönləndirmək istəyirəm ki, çünki get-gedə müəllim peşəsi, belə deyim də, psixoloji olaraq çökdürəcək bizi. Yəni, bilirəm, artıq müəllim işləmək elə həkim də onun kimi. Artıq bilirsiniz, çox böyük psixoloji bir yüklə qarşılaşıblar. Beyinləri daima düşünür ki, nə vaxt məni çıxararlar, nə vaxt təzədən imtahan tərtib eləyə bilərlər, yoxlaya bilərlər. Yəni, insanların hamısı çox belə psixoloji bir sosial təzyiq altında qalıblar. Bizim özümüz də. Ümumiyyətlə, Azərbaycanda çox təəssüflər olsun ki, bütün sahələrdə çox ciddi psixoloji təzyiq var. Heç kəs rahat ola bilmir. Və bunun dəxli yoxdur ki, sən nazirsən, sən muavinsən, sən kasıbsan, varlısan, böyük vəzifə, kiçik vəzifə, deputat, böyük vəzifə, dəxli yoxdur da. Hər bir kəsin öz səviyyəsində böyük psixoloji yükü var. Və mən həmişə çağırış edirəm və düşünürəm ki,
bu yükü necə azaltmaq lazımdır? Bizdə məsələn, mən sizə deyim, indi mən bu yaxınlarda Polşada Dəniz Akademiyasında oldum. Böyük beynəlxalq bir konferansda oldum. Və orada mən rektoru gördüm, vitse-rektorları gördüm, dekanları gördüm, baş müəllimləri. Mən o münasibəti, onlar arasında o münasibəti gördüm və yalnız onlarda görməmişəm də. Mən eyni zamanda Almaniyada, Avstriyada, universitetlərdə, Kanadada, Böyük Britaniyada, Amerika Birləşmiş Ştatlarında müəllim-tələbə münasibətləri, şagird-müəllim münasibətlərini görmüşəm və eyni zamanda direktor-müəllim münasibətləri, rektor-müəllim münasibətləri. Görürəm ki, yəni ki, bu o qədər belə sərbəstdir ki, o qədər bir-birinə mehribanlar və ortada psixoloji təzyiq yoxdur. Düşünürəm ki, belə, yəni burada işləməyə nə var ki? Məsələn, rektor, Polşa Dəniz Akademiyasının rektoru dedi ki, siz niyə mənə təşəkkür edirsiniz ki, gidib kabinetimdə otururam, mən neyinirəm ki? Siz bu işləyənlərə təşəkkür edin, mən gül kimi kabinetdə oturmuşam, amma bunlar işləyiblər. Onlar da belə gəlib, onlardan otururlar, bir-birinə zarafat eləyirlər, nə belə çölə çıxıb içəri girirlər, nə bilim. Yəni ki, bilirsiniz, mən görürəm ki, insan təzyiq altında deyil. Və o insan bilir ki, yəni, mən işimi görürəm də, mənlə rektorun nə işi var, məni çıxarsın başqasını işə götürə bilər və yaxud mənə təzyiq göstərə bilər. Nəsə, belə bir psixoloji təzyiqləri yoxdur. İnsanlar o qədər sərbəstdirlər. Potensiallarını açmaq üçün də sərbəstdirlər. Fikirlərini açıq da deyə bilirlər. Məsələn ki, mən razılaşmıram. Yox, mən bununla razılaşmıram, mən üzürlüsən, amma razılaşmıram ki, onda bəlkə sizə maraqlı fikriniz var, siz deyil. Və deyir ki, aha, mənim ağlıma gəlməmişdir, mən razıyam, mən səhv demişəm, düzdür. Bunu qəbul etmək lazımdır. İnsanlarda bu qədər sərbəstlik var, bu qədər fərqli fikrə hörmət var. Bizdə isə bu yoxdur. Əgər kimsə başladırsa, o desək ki, Xəzər dənizi məsələn, deyək ki, dünyanın ən böyük dəniz deyil, okeandır. Demək ki, hamı deməlidir okeandır da, o okeandır. Demək ki, o səhv deyə bilməz. Və yaxud əgər rəhbər şəxsdirsə, nə deyirsə o düz deyir. Bizdə bax bu və heç kim ona cürət eləyib, nəsə səhv demək istəmir, səhvini tutmaq istəmir. İndi başqa təhsil naziri ilə bağlı biraz vəziyyət fərqlidir. O, məsələn, özü də tənqid edir, özü də tənqid olunur. Mən, məsələn, onun davranışları mənim üçün xoşdur. Çünki fikirləri deyir, açıq deyir, gizləmir. Amma indi mən görürəm ki, o da özü qəbul edir ki, müəllimlərlə bağlı vəziyyət ağırdır. Həm sosial vəziyyətləri ilə də bağlı, müəllimlər üçün daha yaxşı şərait yaradıla bilər. Bu yaxınlarda deyilmişdi. Məsələn, müəllimin doğrudan da bir istirahət otağı olmalıdır. Müəllimin sinif otağı olmalıdır. Müəllimin imkanları olmalıdır. Kompüter olmalıdır. Müəllimin çay kofesi olmalıdır. Müəllimin idman zalı olmalıdır. Müəllimin də bir rahat sosial həyatı olmalıdır. Bir fərdi həyatı olmalıdır. Müəllim gəlir tezdən axşama qədər dərs keçir və o psixoloji təzyiq altında müəllim bir rahatlıq tapmalıdır. Müəllimin bir bağçası olmalıdır. O baxımdan bütün bunları biz müəllimlərə yarada bilmirik və müəllimlərdən isə çox şeylər tələb edirik. Və bir baxımdan mən düşünürəm ki, bu məsələlər həllini tapmalıdır. Hələ ki, nə zaman həllini tapacaq mənim üçün də bir sual olaraq qalır. Doğrudur. İnşallah ki, həllini tapar. Əlavəsi olan varsa buyursun. Deyəsən suallar yoxdur. Burada da Razi bəy təriflər yazılıbdır. Bir də bir xanım yazıb ki, rektorun qəbuluna düşə bilmirəm Bakı Dövlət Universitetinin qəbuluna. Bakı Dövlət Universitetinin rəhbərinin Elçin müəllimdir. Bir zamanlar mən də düşə bilmirdim. Amir müəllimi. Yox, Elçin müəllimin. Elçin müəllim açıq daxı mətbuata. Elçin müəllim mətbuat açıqdır. Mən zarafat etdim. Elçin müəllim düşünürəm ki, yəni ki, qəbuluna düşmək, bilmirəm, o sosial şəbəkələrdə var, kiminsə onun telefonuna çıxışı var, köməkçisinə çıxışı var. Elə bilirəm ki, onun qəbuluna getmək üçün universitetə getmək lazımdır və qəbula yazılmaq lazımdır. Yəqin ki, onun da qəbul günləri var. Amma əgər qəbuluna getmək istəyirsə və düşünürsə ki, deputat ona müraciət etsin ki, qəbuluna filan kəs gəlmək istəyir, xahiş edirəm, mənə bir dənə rəsmi məktub göndərsin. Mən onun məktubunu
cənab rektora göndərərəm və düşünürəm ki, qəbula da düşər, problem olmaz. Çox gözəl. Ə, Suallar belə görürəm yoxdur Razi bəy. Sizin əlavə deyəcəyiniz nəsə fikir var? Son olaraq. Mən bütün iştirak edən hər bir kəsə dərin təşəkkürümü bildirirəm. Müəllim doğrudan da dəyərli şəxsiyyətlərdirlər. Onlar hamımızın həyata ilk qədəmimizi atmağı öyrədən şəxsiyyətlərdirlər. Bugün də mən öz doğulduğum kəndə gedəndə müəllimlərimlə elə görüşürəm və biraz da utana-utana görüşürəm. Yəni yenə də mənim üçün onlar dəyərli şəxsiyyət, müəllim olaraq qalır və onlar gələndə mənim mütləq şəkildə heç ola bilməz ki, mən oturam, onlar ayaq üstə dayansın məsələn. Yaxud elə bir hansı məsələdirsə mən onlardan öndə dayanım. Yox. Bunlara yol verməmişəm, vermərəm də. Çünki onlar mənim yaddaşımda yəni dəyərli şəxsiyyətlər kimi qalıblar. Mənim müəllimimdir, ona hörmət etməliyəm. Bu mənim beynimə yazılıb. Və istərdim ki, hər bir kəsin beyninə yazılsın ki, müəllimə hörmət qoymaq lazımdır. Müəllim bizi həyata qədəm atmağa öyrədən şəxsiyyətlərdir. Müəllimə hörmət qoymaq lazımdır. Müəllimləri sevmək lazımdır. Biz müəllimləri sevsək, əgər hər bir kəs şagirdlər də müəllimlərini sevsələr, mütləq müəllimələri də onları sevəcək. Sevgi qarşılıqlıdır, yəni hörmət də qarşılıqlıdır. Bu baxımdan istəyərdim ki, valideynlər də övladlarına, müəllimlərə məhəbbət öyrətsinlər, sevgi öyrətsinlər və bu qarşılıqlı sevginin də nəticəsi gözəl təsir olacaq, gözəl münasibət olacaq. Axşamınız xeyir, Razi müəllim. Axşamınız xeyir. Biz daima mən vebinarlarda çox iştirak edirəm. Bilirlər Həsən müəllim, Aytəz xanım. Daima bu sözlər danışılanda ancaq hamı keçmişdən danışır ki, bizim vaxtımızda belə, bizim vaxtımızda belə. Bizim öz vaxtımız yox, amma anamız, atamızın vaxtında bir evdən 7-8 şagird məktəbə gedib. Və mənim nənəm, babam, iki nənəm heç birisindən digər həmyaşıdlarından bircə dəfə eşitməmişik ki, biz 7-8 nəfər uşaq göndərirdik. Heç vaxt bu şikayət olunmuyub. İndi o vaxtlarda mən düşünürəm ki, necə deyim, aparıcı daima kişilər olub, müəllimlər, bir çox vəzifəli yerlərdə qadınlar az idi ya da yox idi, tək bir idi. Bununla əlaqədar ola bilərmi? Bir də məktəbə gəldikdə isə uşaqlara, məsələn, mənim oğlumun elə günü var ki, 10 yaşındadır, dərsə gedir. Bir gün bir idman dərsi və musiqi dərsi var. O həmin günü oynamaq günü deyir. Ki, bugün əyləncə günüdür, oynamaq günüdür, idman dərsi var, ardınca musiqi var. Belə bir şərait də çox yaxşı olardı ki, həftənin bir günü, məsələn, uşaqlar sadə geyimdə, sərbəst formada deyil, sərbəst gündə getsinlər, musiqi, idman və yaxud da rəqs, uşaqların, necə deyim, danışıq, davranış qaydalarını işləsinlər. Belə. Mən yaxşı bir məsələyə toxundunuz. Biraz keçmişdə vəziyyət fərqli idi. İnsanlar da Sovet ideologiyası insanları fərqli yöndə tərbiyələndirmişdi. Və o vaxtda hər bir kəs istəyirdi daha çox uşaq olsun. Analar istəyirdi ki, qəhrəman ana olsunlar və 10 uşaq dünyaya gətirsinlər. Və hər bir uşağa görə də dövlət pul ödəyirdi. Yəni valideyn düşünürdü ki, onsuz da 18 yaşına qədər dövlətdən aldığım pulla övladlarımı saxlaya biləcəm. Ona görə də onlar hər hansı bir sosial-psixoloji təzyiqlə üzləşmirdilər. Cəmiyyətin qaydaları o idi. Hər kəs o yöndə tərbiyələnmişdi. İndi sərhədlər açıldı, internet sərhədlər açdı, bütün dünyada fərqli-fərqli mədəniyyətlər gördük, fərqli-fərqli yanaşmalar gördük, təhsil gördük, yemək gördük, yaşam gördük, həyat gördük və təbii ki, insanların fikirləri dəyişdi, zövqləri dəyişdi, yanaşmaları dəyişdi. Ona görə də indi keçmişlə bugünü müqayisə etmək düzgün deyil. Bugünün reallığı ilə yanaşmaq lazımdır. Sabah daha fərqli olacaq. Bizdən sonra nəsillər daha fərqli olacaq və bizi nümunə gətirəcəklər ki, bu zamanlar, indi bax bəyənmirik bu zamanı, deyəcəklər ki, o zamanlar nə gözəl zamanlar idi. Yəni, bayaq da mən dedim, hələ eramızdan əvvəl hələ Platon deyib ki, bu nəsillə biz hara gedirik, dünyanın axırıdır. O vaxtdan 2000 il keçib, yenə də biz eyni şeyi deyirik.
Ona görə də bu belədir. Sualınızın ikinci hissəsi. Mən bir müsahibəmdə dedim ki, araşdırdım, gördüm ki, Yaponiyada demək olar ki, 4-cü sinifə kimi heç şagirdlərə belə düzəməlli dərs keçmirlər. Uşaqlar gəlib oynamaqla məşğuldular. Biz uşaqların uşaqlığını da əlindən alırıq. Bizim təhsil sistemimiz uşaqları məhv eləyir. O baxımdan ki, uşaq 6 yaşında, 5 yaşında bu oynamaq istəyir, bunu təhsil düşündürmür. Ona görə də amma uşağın asudə vaxtı ilə təhsil arasında bir sinerji yoxdur, bağlılıq yoxdur. Gəlir, dərslər o qədər yüklənir ki, üstünə məktəb müəllimə orada yükləyir, evdə də gəlir valideynləri saat gecə 2-yə kimi uşağı öyrədib qurtara bilmir. Uşaq nə zaman oynayacaq? Ona görə də təbii ki, uşaqları lap ilkin vaxtlardan yükləmək, sonradan uşaqların təhsildən daha belə kobud da olsa iyrənməsinə gətirib çıxarır deyəcəm. Bezir, qaçır, istəmir, sevgi yaranmır, təhsildən qaçır, sevgi yaranmır təhsilə. Əgər ona görə də hətta bax bu gün də, məsələn, siz özünüz indi hansısa seminarlara getmişsinizsə, ya konfrans bir seminarlara getmişsinizsə xarici ölkələrdə, məsələn, 1 saat təlim keçəndən sonra 10 dəqiqədə bir oyun təşkil edirlər. Böyüklər üçün hələ deyib gülürlər, zarafatlaşırlar, beyninə qaçır, təzədən keçirlər yeni öyrənməyə. Amma davamlı olaraq sosial təzyiq altında uşaqları öyrənməyə məcbur etmək təbii ki, mənfi təsir göstərir. O baxımdan yalnız həftədə bir dəfə yox, mən düşünürəm ki, ümumiyyətlə uşaqların təhsil yükünü azaltmaq lazımdır və eyni zamanda hər gün müəyyən bir zaman çərçivəsində ən azından onun yarım saatını, 1 saatını da uşaqların əylənməsinə, yəni hər hansı bir oyunlar təşkil eləmək olar. Bilmirsə də bıraq getsinlər, nə edirlər eləsinlər, qaçsınlar, qopsunlar, gəzsinlər, nə edirlər etsinlər, piknik eləsinlər, filmə baxsınlar, oynasınlar. Yəni, çünki biz əgər bu insanın beyni yorulur. Məsələn, düşünürlər ki, haradasa mən də onu unutmuşam, neçə dəqiqədən sonra insanın beyni artıq informasiya qəbul eləməyə dayanır. İstəyirsən ona mühazirə oxu dayanmadan çubuqla döy, onun beyninə heç nə girməyəcək. Çünki beyin tormozlandı artıq. Ona görə də mən istərdim ki, dünyada mövcud olan o gözəl yanaşmalar bizim də ölkəmizə gəlsin. Artıq o zaman deyil ki, insanları nəyəsə məcbur eləyəsən. Sevdirmək lazımdır. Fənni sevdirmək lazımdır. Məsələn, biz bir müəllimələrdən biri bayaq dedi, xoşuma gəldi o söz ki, elə biz gəlir deyək ki, oxuyub nə olacaqsan, süpürgəçi oxumayacaqsan, süpürgəçi olacaqsan, oxumayacaqsan, çoban olacaqsan. İndi bizim evdə də həmişə, Allah ölənlərinizə rəhmət eləsin, atam deyirdi ki, bizim balaca qardaşımıza, bax, oxumayacaqsan, sən bax, çoban olacaqsan. Yəni, çoban belə idi ki, o vaxtda qar, yağışda, çöldə işləyirdi, çöldə qalırdı, o vaxtda da heç elektrik enerjisi yox idi, çıxar işığında yaşayırdı. Çətin bir həyat idi çoban üçün o zamanlar, ona görə çobanın həyatını misal gətirirdilər. Amma, məsələn, yəhudilər elə demir. Məsələn, siz indi bir internetdən vurun, baxın, görün, yəhudi analar, övladlarını, ya atalar nə deyir? Məsələn, görür ki, övladı səhv dedi cavabı. Deyir ki, nə gözəl, düzgün cavab verdin. Halal olsun sənə. Mən bilməzdim, sən bu qədər gözəl bilirsən. O uşaq özü utanır, tez gedir onu düzəltməyə. Yəni, onlar başqa yöndə uşaqların beynini tərbiyə edirlər. Amma bizdə biraz müsəlman cəmiyyətlərində yuxarıdan aşağı təzyiq metodu hələ də qüvvədədir. Çox təşəkkür edirəm. Buyurun. Bir nəfərdə sual var deyəsən. Yenə Əli bəydir. Buyurun. Deyəsən suallar yoxdur. Kimin sualı varsa son olaraq desin, yəmi yekunlaşdırırıq. Həsən bəy, son olaraq mən çox razı qaldığımı, çox məmnun olduğumu bildirmək istəyirəm. Çox təşəkkür edirəm. Yəni gözləməzdim belə bir möhtəşəm görüşü, sözün açığı.
Razi müəllim də ki, müəllimlərə dəyər verdiyi üçün, vaxt sərf elədiyi üçün çox minnətdaram. Deməli işlərimiz düzələcək. Yəni müəllimlərə qayğı əgər belə varsa, deməli irəliləyiş olacaq. Çox İnşallah. təşəkkür edirəm. Allah sizdən razı olsun. Əlbəttə ki, diqqət ayırmaq lazımdır, maraqlanmaq lazımdır, fikir almaq lazımdır. Yəni həm şagirdlərdən, həm müəllimlərdən. Çünki hər insanın deyir, əgər ikimizdə alma varsa, almamızı dəyişiriksə, hərəmizin bir almamız olur. Amma ideyamız varsa, ideyalarımızı dəyişiriksə, hərəmizdə iki ideya olur. Yəni biz fikirlərimizi bölüşdükdə fikirlərimiz artır. Məsələn, mən çox necə deyim, faydalandım, çox şey öyrəndim. Yəni bu görüşdən, bu görüşlərin davamını əlbəttə ki, çox dəstəkləyərdim. Allah razı olsun. Təşəkkürlər. İnşallah. Buyurun. Oldu. Təşəkkür. Əli bəy əlini qaldırıb. Buyurun. Bayaq sözümə verdiyiniz üçün təşəkkür edirəm Həsən müəllim. Bayaq reklam xarakterli bir çıxışım oldu. Buna görə hər kəsdən üzr istəyirəm. Məqsədim reklam xarakteri vermək deyildi. Təbii ki, yəni mən Dərya qrupunun təlimlərində çox iştirak eləmişəm. Həm əyani formatda, həm qəbul formatda. İstər Həsən müəllim olsun, istər Aytəz xanım olsun. Hər ikisi mənim dəyərli əməkdaşlarımdır. Bayaq həqiqətən reklam xarakterli vermək istəmirdim. Buna görə kim yəni Eybi yanlış xəzin. anlarsa üzr istəyirəm. Problem yoxdur. Təşəkkür edirik. Razı bəy biz sizə təşəkkür edirik bugünkü yayım üçün. Hər birimizin adına təşəkkür edirik. Çox sağ olun, minnətdarıq. Təşəkkür edirəm. Çox sağ olun. Sağ ol. Oldu. Sağ olun.